Pambıq sahəsini şumlamamış, malalayıb, ağır malı ilə malalayıb, buğda səpilib bu sahəyə. Çıxışlar bəzi yerlərdə yaxşıdır, bəzi yerlərdə zəifdir. Korlama fazasına da keçməyib, hələ təzədir demək olar. Kollektivdən təzə çıxıb, yəni çıxdığı bəlkə də bir 2 həftə olar, tam deyə bilmərəm dəqiq. Tövsiyə edərdim ki, ümumiyyətlə bizim cilcəli, qumlu cilcəli torpaqlarımızda, əsasən də cilcəli torpaqlarımızda şum eləmək lazımdır. Yəni şumsuz becərmə olmur. Olur başqa tip torpaqlarda. Ən azından pambıq yerinə əkmək istəyirsinizsə, riper etdirib, sonra malalayıb əkin. Bu cür əkmək olar. Məsələn, bu cür torpağa bu hissəyə qədər bundan sonrası daş kimidir. Olar, bu cür də yerə əkmək olar. Heç bir problemi yoxdur. Çıxışlar da alınacaq. Amma bəzən ola bilər ki, şumdakı effekti verməyə bilər. Bu cür də torpaqda da çıxışlar alınacaq, böyüyəcək. Dediyim kimi, riper eləmək daha məsləhətlidir. Daha sonra səpmək toxumu daha yaxşıdır. Deməli, bu nəyin yerinə? Pambığın yerinə.